Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Hər vaxtınız xeyirli olsun. Dəyərli mömin bacı və qardaşlar, hər birinizi salamlayıram. Bugünkü mövzumuzda idrarla nəcis olmuş kafelin, metlağın, taxtanın, parketin nə şəkildə paşlamaq lazım olduğunu əməli bir şəkildə sizlərə göstərmək istəyirəm. Məsələn, fərz edək ki, qarşımızda olan kafel və yaxud da ki, taxta və yaxud da ki, parket sidik vasitəsilə nəcis olur. Məsələn, fərz edək ki, bu karandaşla əhatə aldığım yer, fərz edək ki, idrar dəyib və biz bu idrarı istəyirik az su ilə, yəni istəkanda və fincanda olan bir su ilə paklayaq. Əvvəlcədən bunu nəzərinizə çatdırım ki, bu idrarın özünü, eynini, əsərini qaldırmağa ehtiyac yoxdur. Çünki bizim nəcislərimiz iki qismə bölünür. Bəzi nəcislər vardır ki, bunların əsəri, zərrəcikləri bayırda vardır. Məsələn, fərz edək ki, qan kimi, ifrazat kimi, məni kimi. Bunları paklamaq istədiyimiz zaman bunların özünü aradan aparmaq lazımdır. Amma ikinci növ nəcislər ki var, bunların bayırda bir zərrəcikləri, əsəri yoxdur. Məsələn, idrar kimi. İdrarı ona görə paklamaq istədiyimiz zaman onun əvvəlcədən eynini aradan aparmağa ehtiyac yoxdur. Əgər məsələn fərz edək ki, nəcislə idrardır qarşımızda, bunu paklamaq istəyirik. Bunun üzərinə istəkanda olan suyu tökürük və o şəkildə bu suyu tökürük ki, bu su bu yeri, bu nəcis olmuş məkanı tam bir şəkildə əhatə eləsin, hətta ondan da çox olsun. Bu şəkildə suyu tökdükdən sonra həmin bu suyu bir təmiz bir bez vasitəsilə nə edirik? Bu suyu buradan qaldırırıq. Təmizləyirik, daha doğrusu, diqqət edin. Burada olan suyu bir bez vasitəsilə aradan qaldırdıqdan sonra həmin yer paşlanmış olur. Növbəti dəfə yumağa da ehtiyac yoxdur. Vəssalamu aleykum və rəhmətullah.